müəllimlər və şagirdlər, hər birinizi xoş gördük. Bugün sizlərlə 11-ci sinif dərsliyinin 1-ci bölmənin 9-cu mövzusu olan elektromaqnit induksiya qanunu, maqnit sahəsində hərəkət və naqillərə induksiya elektrik hərəkət qüvvəsi. Deməli, biz bu vaxta qədər artıq 11-ci sinif dərsliyindən 8 mövzunun araşdırmalarını, nə öyrəndiklərimizi, mövzu hissələrini və motivasiya hissələrinə mütləq şəkildə diqqət yetirmişik. Sizlərdən istəyim, əgər sizlər üçün faydalı olursa, mütləq şəkildə kanalımızı bəyənərək abunə olmağı unutmayın. Çünki sizlərin abunə sayı çox olduqca və mən də daha çox videoları tez-tez yükləmiş olacam. Elə isə sizlərlə keçid alıram artıq elektromaqnit induksiyası qanununa. Deməli, ilk öncə biz sizlərlə diqqət yetiririk 8 və 9-cu siniflərdə olan bəzi təkrarlara. Deməli, yüklü zərrəciklərin nizamlı hərəkəti elektrik cəryanı adlanır. Metalda, məsələn, elektronların nizamlı hərəkəti. Naqildə fasiləsiz elektrik cəryanı mövcud olması üçün mütləq şəkildə 3 şərt ödənilməlidir. Naqildə sərbəst yük daşıyıcılar olmalıdır. Bu bir. İkinci, elektrik sahəsi yaradılmalıdır. Çünki bilirik ki, adi metal, məsələn, elektrik cəryanını keçirmir. Çünki tərkibində olan elektronlar xaytuk, yəni qarmaqarışıq formada hərəkət edirlər. Amma artıq biz elektrik sahəsinə gətirdikdə, elektrik sahəsinin təsirindən elektronlar nizamlı hərəkət edərək elektrik cəryanı yaradırlar və bir də mütləq şəkildə sahəmiz qapalı olmalıdır. Həmin bu 3 şərt ödənilərsə, elektrik cəryanı yaranmış olar. Daha sonra gəlirik burada nəyə? Və elektrik cəryanı istiqaməti olaraq diqqətli olun, müsbət yüklərin hərəkət istiqaməti və yaxud elektronların hərəkətinin əks istiqaməti qəbul olunmuşdur. Ohm qanununa gələk. Ohm qanunu deyir ki, dövrə hissəsindəki cəryan şiddəti bu hissənin uclarındakı gərginliklə, yəni U ilə düz, müqavimət nə isə tərs mütənasib asılı olmuş olacaqdır. Müqavimətin özünə gəldikdə isə müqavimət özü, yəni R nə U-dan, nə də ki I-dən asılı deyil. Müqavimət R bərabərdir. Kənardan qeyd edək. R bərabərdir. Rho L bölünsün S ifadəsində olan kəmiyyətlərdən. Məsələn, R L-lə düz asılıdır. S-lə isə tərs mütənasib asılı olmuş olacaqdır. Daha sonra davam edirəm nəyə? İnduksiya cəryanında digər elektrik cəryanı kimi elektrik sahəsi yaratmış olacaqdır. Dəyişən maqnit sahəsi həmişə ətraf fəzada burulğanlı elektrik sahəsinin yaranması ilə müşahidə olunur və qapalı kondurdakı sərbəst elektronları nizamlı hərəkət etdirərək induksiya cəryanı yaradan maqnit sahəsi deyil, burulğanlı elektrik sahəsidir. İndi burada deyilir ki, burulğanlı elektrik sahəsi elektrostatik sahədə nə ilə fərqlənir? Məsələn, elektrostatik, yəni burada sükunətdə olan yüklərdən söhbət gedir. Amma burulğanlı elektrik sahəsi isə dəyişən maqnit sahəsi yaratmış olur. Elektrostatik sahənin intensivi xəttləri açıqdır. Müsbət yükdə başlayır, mənfidə bitir. Amma burulğanlı elektrik sahəsinin intensivi xəttlərinin nə başlanğıcı, nə də ki sonu yoxdur. Beləcəkdə nə başlanğıcı, nə də ki sonu var. Yəni hər hansı bir məlumat yoxdur və induksiya xəttləri də qapalı olmuş olacaqdır. Davam edirəm motivasiyada verilən hissə ilə. Müasir sürətli ictimai nəqliyyat növlərindən biri olan maqnit yastıqlar üzərində havada asılı levitasiya vəziyyətində olan qatardır. Maqlev adlandırılan bu qatarın şasisi təkər əvəzinə elektromaqnit dayaq və yönəldici maqnitlərlə təchiz edilmişdir. Dəmir yolu da şiddətli induksiya cəryanı yaranan elektromaqnitlə təchiz edilmiş T formalı keçici relsdən ibarətdir. Yaponiya yaxınlığında sınaqdan keçirilən həmin bu qatar rekord sürət 603 km/saat göstərmişdir. Və bizə sual verilir ki, bu texnologiya hansı fiziki hadisəyə əsaslanmış olur? Gəlin ilk öncə
həmin bu maqlev qatarı nədir, onu birazca araşdıraq. Belə ki, maqlev qatarı maqnit qüvvəsi ilə yerdən azca qalxaraq hərəkət edən sürətli qatar növüdür və adının mənası da maqnitin yuxarı qalxması deməkdir. Məsələn, əsas xüsusiyyətləri nədən ibarətdir? Qatar relslərdə təmasda olmur, maqnit sahəsi vasitəsilə havada asılı vəziyyətdə hərəkət edəcəkdir və bu səbəbdən də sürtünmə az olur. Belə də, sürtünmə demək olar ki, çox az olur və bu qatar daha çox sürətlə hərəkət edə bilir. Səs, küy və vibrasiya ənənəvi qatarlarla müqayisədə olduqca çox azdır. Yüksək sürətlə təhlükəsiz və rahat nəqliyyat imkanı vermiş olacaqdır. Həmin bunlar Yaponiyada, Çində, Almaniyada fəaliyyət göstərmiş olur. Həmin bu danışdığımız maqlev qatarı var ki, onun özünə məxsus olan bir sıra üstünlükləri və mənfi xüsusiyyətləri var. Məsələn, üstünlüyü odur ki, çox yüksək sürət, məsələn, sürtünmənin az olması, səs-küyün aşağı olması, az texniki xidmət tələb etməsidir. Bu, onun müsbət xüsusiyyətləridir. Mənfi xüsusiyyətlərinə gəldikdə isə yüksək quraşdırma xərcləri, məsələn, təqribi olan ənənəvi relslərlə müqayisədə daha çox maddiyyat tələb edir. Mövcud rels infrastrukturu ilə uyğun gəlməməsi və enerji istehlakı bəzi hallarda yüksək ola bilər. İndi isə bu qatar haqqında məlumatımız oldu və qatarın quruluşu haqqında araşdırmaq istəyənlər YouTube-dan daha ətraflı şəkildə məlumat əldə edə bilər. Yəni, dərsimizin sadəcə o motivasiya hissəsi deyə müəyyən hissələrinə toxunmuş oldum. Sonra gəlirəm müəllimlər araşdırma 1-ə. Maqnit seli hansı sürətlə dəyişdi? Maqnit seli bizə verilib ki, Weber, bu da Weber, milli megaweber qədər azalmış oldu. Bu zaman maqnit seli nə qədər dəyişmiş oldu? Onda delta fi bölünsün delta t, bu da bərabər olmuş olacaqdır. 54 minus 12 bölünsün 0,02 saniyə. Bu da təqribi olaraq, yəni 21 vurulsun 10 üstü 8 Weber bölünsün saniyə şəklində ifadə edə bilərik. Yaxlar necə oldusa, infrastruktur sözünü tam tələffüz edə bilmədim, üzr sayın. Deməli, müəllimlər, gəlirik burulğanlı elektrik sahəsi, induksiya, elektrik hərəkət qüvvəsi. Deməli, elektromaqnit induksiya hadisəsi nəticəsində keçirici qapağı konturda induksiya cərəyanının yaranmasına səbəb dəyişən maqnit sahəsinin öz ətrafında burulğanlı elektrik sahəsi yaratmasıdır. Və bu sahə konturdakı sərbəst elektronlara təsir edərək onları nizamlı hərəkətə gətirir, yəni induksiya cərəyanı yaratmış olur. Cərəyanın yaranması üçün müsbət vahid yükün keçirici kontur boyunca yer dəyişməsi zamanı burulğanlı elektrik sahəsinin gördüyü mütləq şəkildə sıfırdan fərqli olmuş olacaqdır. Və həmin iş keçirici qapağı konturda yaranan induksiya elektrik hərəkət qüvvəsi adlanan fiziki cəmiyyətlə ifadə olunmuş olacaqdır. Elektrik hərəkət qüvvəsi kənar qüvvənin gördüyü işin yükü olan nisbətidir. Tərif olaraq deyir ki, müsbət vahid elektrik yükünün qapalı kontur boyunca hərəkəti zamanı burulğanlı elektrik sahəsinin gördüyü işin həmin yükün miqdarına olan nisbətinə bərabərdir. Davam edirəm elektromaqnit induksiya qanunu ilə. Elektromaqnit induksiyası qanununda deyilir ki, keçirici qapalı konturda yaranan induksiya elektrik hərəkət qüvvəsi bu konturda hüdudlanan səthdən keçən maqnit selinin dəyişmə sürəti ilə düz mütənasib asılı olmuş olacaqdır. Bu zaman epsilonun delta fi bölünsün delta d-dən, yəni maqnit selinin dəyişmə sürətindən asılı qrafikini götürsək, qrafiki bu şəkildə qeyd edə bilərik və bu da qarşısındakı mənfiyə əsaslanmış olacaqdır. Əgər burada cümlədə deyir ki, birdən bu hissəyə diqqət yetirək, iki ifadəsinə mənfi işarəsi onu göstərir ki, induksiya cərəyanının yaratdığı maqnit sahəsi bu cərəyanı yaradan xarici maqnit sahəsinin dəyişməsinə mane olur. Yəni, bir sözlə Lens qaydası. Gəlirəm nəyə? Bu hissədə ümumiyyətlə dərslik haqda məlumat verilməyib deyə. Yəni, əsas dərslikdə olan hissələrə toxunuram mən.
Deməli, əgər kontur n sayda sarğıdan ibarət olarsa, həmin ifadəni sadəcə olaraq n-ə vurmağımız kifayətdir. Biz buradan elektrik hərəkət qüvvəsini təyin eləsək, 1 Weber bölünsün saniyə və yaxud 1 volt şəklində qeyd edə bilərik. Daha sonra burada cəryan şiddətinə, bu bilirsinizmi hansı düsturdur? I bərabərdir, U bölünsün R düsturu olaraq keçmişik. Burada U-nun yerinə epsilon I bölünsün R yazıblar. Bu da bərabərdir. 1 bölünsün R-i veriblər əvvələ. Buraya yazıblar ki, delta F bölünsün delta T ifadəsinə. Bu zaman mən deyə bilərəm ki, mənim cəryan şiddətim, yəni I, maqnit selinin dəyişmə sürəti, yəni delta F bölünsün delta T ifadəsindən xətti olaraq düz mütənasib asılı olmuş olacaqdır. Daha sonra burada danışılır hərəkət edən naqildə induksiya elektrik hərəkət qüvvəsi. Elektrik hərəkət qüvvəsi BLV ifadəsi ilə təyin olunmuş olur və düsturda bir dənə sinus var. Buradakı sinus naqilin hərəkət sürəti maqnit induksiya vektoru ilə müəyyən bir alfa bucağı təşkil etmiş olur. Burada deyir ki, sağ əl qaydası ilə təyin etmək əlverişlidir. Burada səhvən sual yazılıbdır, amma burada sağ əl olaraq qeyd olunubdur. Deməli, deyir ki, əlimizi elə tuturuq ki, sağ əlimizi B vektoru ovcumuza daxil olsun mütləq şəkildə, açılan 4 barmaq naqilin hərəkət istiqamətində yönəlsin, yəni sürəti göstərsin. Bu zaman 90 dərəcə açılan baş barmaq bizə induksiya cəryanının istiqamətini göstərmiş olacaqdır. Davam edirəm. Tətbiq etmə, yəni araşdırma 2. İnduksiya elektrik hərəkət qüvvəsi və induksiya cəryan şiddətini təyin edin. Elektrik hərəkət qüvvəsini təyin eləmək üçün yaza bilərəm ki, epsilon bərabərdir delta F bölünsün delta T ifadəsinə. Bu da bərabərdir 48 vurulsun 10 üstü 6, zaman da dediyimiz 3 vurulsun 10 üstü mənfi 2-dir. Bu da bərabər olmuş olacaq, qarşıca mənfi işarəsi var, mənfi 16 vurulsun 10 üstü 8 volt və yaxud Weber bölünsün saniyə. İni də təyin edən zaman 1 bölünsün R, delta F bölünsün delta T'dir. Bu da bərabər olmuş olacaqdır 1 bölünsün 6 vurulsun 16 vurulsun 10 üstü 8. Buradan da 8, burada qalsa 3, təqribi olaraq 2 tam 10-da 6 vurulsun 10 üstü 8 amperə bərabər olmuş olacaqdır. Bu da olur araşdırma 2. Davam edirəm. Suallarımızla özünüzü qiymətləndirin. Uzunluq var. Daha sonra sürət var. İnduksiya elektrik hərəkət qüvvəsi var. B maqnit induksiyası tələb olunur. Epsilon bərabərdir BV sinus 90 dərəcədə, yəni perpendikulyar olduqda maksimal qiymət aldığına görə daha sinus alfanı qeyd eləmirəm. Buradan B-ni istəyir. B-ni də tapan zaman epsilonu bölürsüz V vurulsun L ifadəsinə, yəni 5,4 bölünsün 1,8 vurulsun 6-ya. Bunların hər ikisini 0,9-a ixtisar aparsam, burada qalacaq 2, burada qalacaq 6. 6 ilə də 6 ixtisar gedəndə 1 bölünsün 2-dən 0,5 Teslaya bərabər olmuş olacaqdır. Davam edirəm 2 nömrəli sualımızla. Bizə N-in qiyməti 400, T-nin qiyməti 5, F-nin dəyişməsi 8-dən 3-ə. Bu zaman epsilon tələb olunur. Onda yazıram mənfi N vurulsun delta F bölünsün delta T ifadəsində. Bu da bərabərdir. N-in qiyməti 400 vurulsun. Zamanımız 5-dir. F-nin dəyişməsi isə 8-dən 3-ə gəlir. Bu da eləyəcəkdir 5. Bu zaman bu da bərabərdir elə 400 volta. 3 nömrəli sualımızda maqnit selinin dəyişmə sürəti nəyə bərabər olmuş olacaqdır? Bizdə N var, 120 volt elektrik hərəkət qüvvəsini vermiş olur. Bizə həmin bu düsturdan istifadə edərək delta F bölünsün delta T-ni təyin etməyimizi istəyir. Bu zaman elə həmin bu ifadədə yazsam yerinə, epsilon yerinə yazıram 120 bərabərdir 3000
vurulsun, delta fi bölünsün delta t'yə. Buradan da delta fi bölünsün delta t ifadəsi bərabər olmuş olacaqdır. 0,04 V1 bölünsün saniyə şəklində qeyd edə bilərəm. Bu da oldu əziz müəllimlər və şagirdlərimiz. Sizlər üçün oldu 9-cu bölməmizin izahı. İnşallah növbəti izahlarda isə artıq 10-cu mövzunu sizlər üçün izah etmiş olacağam. Növbəti video izahlarda görüşmək üzrə.